Racin eynirlər. Allah səlamət eləsin. Mənim məxsus səlamımı buyurun xidmətlərinə. Haç xan, bəşliyinə mən də dəstəmazımı zorundan saxlamışam. Durum namazımı qılım gəlim. Bizim bu böyük xanım bizlərə həssasdır bu cüzatlara. Dedin qızın neçə yaşı var? Bala xanım 29 yaşı vardı. Görəsən buraza niyə ərə getməyibdi? Eyvah biz neyniyək bala xanım? Hərəm bir qismət vardı gözdə soruşasan açıqlana gələr. Mənlə oğlanın əmmələrinin neçə dənə söhbəti var, icazə versəz onları mətrəh eləyək. Deyin xanımın adı nə mənədir? Xanım Pehenlu. Xanım Pehenlu. Xanım Pehenlu bizdə rəsmidir. Bir aydan çox namizəd qalmazlar. Heç mən özüm var, mənim heç bir ay çəkmədi. Də gözümü açdım, yumdum, gördüm ər evindiyə. Ta namizəddilər bizim xanıvadıdır. Oğlan qıza heç zad alınmaz. Bəli. Ulan dəsturla ağırda. Böyük xanım onu da gözümü saxlaşdırdı. Oğlan babası icazə verməz. Çə qız, çə oğlan ta namizəddilər bir-birinin evində qalsınlar. Cahaz ki qız gətirəcək gərək markidar ola. Biri mən özüm var, tamam cihazım Panasonic-lə nasional idi. Yaxcəlimdə azmayış idi. Hələ sonra çöndərdik ərz aldı. Güzəşt eləyin, bir də bizim rəsmimizdir. Qız əvvəldə içir qeyinqudaqla yaşayır. O cür deyil. Bəli, Həc xanım. Xan beylim, mən özüm 5 il bunlarla yaşamışam. Qız mən özümü saxlayan birəm. Eyvay böyük xanım, sən Allah 2 dəqiqədə özünü saxladı. Bizim tayfada rəsmidir. Qız gün batmamış gərək evdə ola. Bizim xanıvadıda taza gəlinin ləmsi quşusu olmaz. O cürdür. Bir də onu deyim ha, qız gərək bizə yarımcı uşaq gətirə. Mənzur yarımcından 6 danadır. Bunlar 3 qız, 3 oğlan söyərlər. Qız məni yaxələdi hada, mən özümü saxlaya bilmirəm. Xanım sən Allah bizi işlə. Xan peyunu dəstsuya hayandadır. Uşaqların da adın qeynata intiqab elər. Yəni oğlanın dədəsi. Biz nə dedik ki?